Salam dəyərli izləyicilər, növbəti sualımız qazanılmış ürək xəstəliyi niyə ortaya çıxır, nədən çıxır? Təəssüf ki, adı qazanılmışdır, uşaq dünyaya gələn sağ-salim olur, ancaq bəzi zamanlardan sonra, son zamanlar çox artışı hiss edirik, özümüzdə görürük. Miokarditlər çoxalıb, yəni ürək qripi xalq arasında elə deyirik. Qapaq xəstəlikləri çoxalıb. Niyə? Çünki burada iki səbəb ola bilir. Məsələn, bugün bir pasiyentim yanıma gəldi, elə bugünkü misal verəcəm. 12 yaşında uşaq, səhv salmıramsa 12 yaşında idi. Valideyn dediyinə görə boğazları tez-tez gəlir. Burada iki şey var. Boğazlar tez-tez ağrıyırsa, niyə uşaq həkimi yanına aparmayıb? Bir, aparıbsa, uşaq həkimi niyə onu lora yönləndirməyib? Bu ki, artıq boğaz infeksiyanı tez-tez keçirdiyindən uşaqlar ürəyin qapağında çatmazlıq eləməyə gəlib, qan sızlayır. Allahdan yüngül formatda idi, ancaq o da dediyim kimi yaranmış ürək xəstəliyinin bir fəsadıdır. Qazanılmış ürək xəstəliyinin bir fəsadıdır. Ona görə də artıq bunlar olmasın deyə uşağında hər hansı bir problem varsa, vaxtında həkimə müraciət eləməniz, dediyim kimi mütəxəssisə müraciət eləməniz tövsiyə olunur. Hörmətlə Nurimanov.